Elhamdülillahi Rabbil alemin və salatu və salamu alə mən la nəbiyyə ba'dahu əmmə ba'd. Selamu aleykum və rəhmətullahi və rəkatuhu. Deməli, qardaşlar, Allah Azə və Cəllənin izni ilə namazın təzimi dərsimiz davam edir. Allah Subhanahu istəyir ki, ilk olaraq hamımız üçün faydalı olsun və bizi eşitib əməllərdən etsin. Bu dərslər bizim namazlarımıza Rəbbimizin huzurunda dayananda, yəni öz təsirini tapsın. Əsas məqsəd belə odur. Deməli, ümumiyyətcə, ilk olaraq hamıya xatırladım ki, çalışmaq lazımdır dərsə gələndə hər kəs ilk olaraq öz niyyətini tənzimləsin. Yəni, insanın etdiyi niyyətinə görə, yəni Allah qatında əcri də və dərəcəsi də ona görə olur. Və çünki insan bir xeyr əməl dalınca qalxdığı zaman iblisin ilk olaraq istədiyi də nədir? Onun əməlini puç etsin. İstəyir ki, orada savab qazanmasın. Və əgər bir insanın əsla niyyətində xələl gətirə bilsə, deməli, o gedib orada nə qədər əziyyət çəksə də, artıq onun üçün orada heç bir fayda yoxdur. Ona görə də ilk olaraq çalışır ki, neynəsin? Yəni, niyyətimizi körlasın. Əgər niyyətində sadiq qalarsa, ondan sonra yenə əl çəkmir. Hətta əməlin əsnasında istəyir ki, onun əcrlərini azaltsın. Və buna görə də insan çalışmalıdır, müəyyən səbəblərdən yapışsın ki, hətta dərsdə yatmasın, yoxlamasın, qulaq assın, fayda götürsün və Allah Azə və Cəllənin izni ilə bu əcrləri də neynəsin, əldə etmiş olsun. Allah Azə və Cəllə hamımıza müvəffəq eləsin. Deməli, Fatihə surəsini keçən dənə bitirdik və bildik ki, yəni Fatihə surəsində nə qədər əzəmətli, yəni həm sözlə, həm feillə, yəni Allah Subhanahu qarşısında olan təzim var. Yəni hansı ki, biz onunla Allah Azə və Cəlləni təzim edirik. Və sonra müəllif Hafizəhullah gətirir ki, Şeyx Abdürazaq Hafizəhullah insanın, yəni sözsüz ki, Fatihədən sonra başqa digər surəni oxuması yaxşıdır ki, onun da mənalarını bilməlidir. Çünki onun hamısı namazına, xuşusuna təsir edir. Və bunların da ən çox istifadə etdiyimiz, ən çox oxuduğumuz hansı surədir? İxlas surəsidir. İxlas surəsi, yəni baxın, həqiqətən də İxlas surəsi çox əzəmətli bir surədir. Yəni, Rasulullah sallallahu aleyhi və səlləmin əshablarından biri, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni bu iki cür hadisə zikr edirlər. Birində bir səfərdə elə bir ordunun başçısı təyin etmiş olur. Biri də elə qəbilə başçısı olur, hansı ki, onlara içlərində ən gözəl qari olur. Onu da imam təyin edirlər. Və o hər dəfə namaza başlayanda Fatihə surəsindən sonra İxlas surəsini oxuyurmuş və bundan sonra da başqa bir surə oxuyurmuş. Və qövmü bunu başlayır qınamağa ki, ya bunu oxu, ya da bunu oxu da. Yəni, hər dəfə nə eyni şey eləyirsən ki, ya Fatihə, ya İxlas oxu, bundan bitir, ya da ki, başqa surə oxu. Və gedirlər bunu, nə da deyirlər ki, yox, vallahi, mən bu surəni tərk eləməyəcəm. Əgər istəyirsinizsə ki, bunu oxumayım, özünüz üçün başqa bir imam təyin edin. Və onlar bilirlər ki, bundan daha gözəl içərində qari, namazı bilən adam olmadığına görə gedirlər Peyğəmbər sallallahu aleyhi ve selləmin yanına şikayət edirlər və Rasulullah sallallahu aleyhi ve selləm deyir ki, soruşun ondan nəyə görə onu oxuyur? Səbəb nədir ki? Və o da deyir ki, yəni orada Rəhmənin adları var və mən Allah Azə və Cəlləni sevdiyim üçün, yəni o surəni də sevirəm. Deyir Allah Rəsulü sallallahu aleyhi ve selləm deyir ki, ona xəbər verin ki, Allah da onu sevir. Ümumiyyətcə, bizim İxlas surəsi haqqında bir çox rəvayətlər gəlir və məlumatlar gəlir və bunlar hamısı nədir? Yəni, xülasə olaraq İxlas surəsi Qur'anın 1/3-ə bərabər olan bir surədir. Əzəmətli savablar var. Bəzən görürsən ki, biz də İxlas surəsini oxuyuruq da namazda çox vaxtı, hətta ən çox da bir yerə tələsəndə. Səni kimsə çağırır, iştalınca getsən, tez oxuyacağın surə hansıdır? İxlas surəsidir. Bax, həmən sahabə də İxlas surəsini oxuyurdu. Yəni, eyni ayələr, eyni sözlər, eyni bəlkə də vaxt,
Yəni, məsələ hara qayıdır? Qəlbdəki olan təzimə. Yəni, nəyə görə sahabə onu oxuduğuna görə Allah Rəsulü sallallahu aleyhi ve sellem deyirdi ki, Allah da səni sevir, onu sevir. Və ona görə də insan bilməlidir ki, yenə də deyirəm qardaşlar, yəni insanın namazından, necə ki Allah Rəsulü sallallahu aleyhi ve sellem zikr edir, deyir ki, bir insan qalxar namaza, o namazdan ona tam namaz savab qala bilər, 2də 1də qala bilər, 3də 1də, 4də 1də, 10da 1də və bu insanın nisbət olaraq, nisbən nə qədər namazında xuşusu olduğuna görə o qədər də savab qazanmış olur. Bəzən də ola bilər ki, insan ümumiyyətlə namazdan heç bir savabsız olaraq çıxmış olsun. Və bu da insanın xuşusuna və ümumiyyətlə, necə ki Şeyx Süleyman Ruheyli gətirir ki, yəni deyir, insan namaza durduğu zaman şeytan gəlir, onun qəlbini iyiləyir. Və insan nəyə meyillidirsə, onu o yöndən başlayır vəsvəsə verməyə. Misal üçün, əgər bir insan dində fəqih insanlardandırsa, elm tələbəsidirsə, elm əhlidirsə, gəlir onun ağlına bir dənə dini bir məsələ salır. Və görsən, namazda o məsələ haqqında fikirləşir. Və bəzən görürsən ki, insan, misal üçün, maşın düzəldir. Dünyavi bir işlə daha çox məşğul olan insandır. Və görürsən, namazda adam neyniyir? Maşın sökülüyor. Biri, nə bilim, sıbax vurur. Biri müştərini artıq nə deyəcəyini, cavab verəcəyini, o cavab axtarır. Ona görə də hər kəsin öz yönündən vurmağa çalışır. Və düşmən çox güclü bir düşməndir, qardaşlar. Düşmən çox güclü düşməndir. Sadəcə olaraq, yenə deyirəm, Allah Azza və Cəllə rəhm etdiyindən savayı, ondan qurtulan olmaz. Ondan qurtulmaqdan ötəri, onun şərrindən ötəri, mütləq olaraq nə lazımdır? Allah Subhanahu taalanın qorumasının altına daxil olmamız lazımdır. Allahın rəhməti lazımdır. Yoxsa özümüzə, öz gücümüzə qalası olsa, biz heç nəyə qadir olası deyilik. Və bundan sonra namazda nə gəlir? Namazda ümumiyyətcə insan bilməlidir ki, Allahın qarşısında duracağı qiyam, ən gözəl formadır. Allah Subhanahu taalanın sevdiyi formalardan, heyyə deyirlər ona, ən gözəl, əfsəl yox, ən gözəli qiyamdır. Allahın qarşısında duruşdur. Nəyə görə? Baxın, Allahın qarşısında durduğun zaman Allah Subhanahu taalanın kəlamını oxuyursan. Hansı ki, nədir? Ən əfsəl olan zikirdir. Və həmçinin də Allah Azza və Cəllənin qarşısında ən gözəl formada durmuş olursan, ən gözəl zikirləri danışmış olursan və ona görə də qiyamın özünün namazda, seçilməsində də bir nə var? Böyük bir hikmət vardır. İkinci nə gəlir? Ruku. Biz demişdik ki, həqiqətən də ruku, ümumiyyətcə namazın formaları, sözləri Allah Azza və Cəllə tərəfindən elə seçilibdir ki, həqiqətən də hər bir əzanın özünün Allah Subhanahu taalanın qarşısında təzim etmə forması var. Rukuda da, deməli, baxın, bəzən görsən insan rukuya gedir, yarımçıq formada, ya belə də, bir belini yarım büklü formada və hər hansı bir naqis formada yerinə getir. O da nədən əmələ gəlir? Namazda, qəflətdə olduğumuzdan. Deməli, əslində, ruku nədir? İnsanın, aləmlərin Rəbbinin qarşısında təzim etməsidir. Belini bükərək Allah Subhanahu taalanın qarşısında özünün zəlilliyini bildirən hallardan birincisidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də ruku haqqında fəsəbbih bismi rabbikəl azim ayəsi nazil olanda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İc'aluha fi ruku'ikum. Bunu öz rukunuzda edin. Rukuda ən əfsəl olan digər zikirlər də var. Ən əfsəl olan hansıdır? Subhanə rabbiyəl azim. Nə deməkdir bu? Deməli, əzəmətli olan Rəbb, nədir? Bütün nöqsanlardan pak və münəzzəhdir.
Əzəmətli nə deməkdir, qardaşlar? Baxın, biz keçən dəfəm deyəndə yadınıza gəlir, Allah Azza və Cəllənin qarşısına duranda, ruku edəndə, bunları insan düşünməlidir. Yəni, Allah Azza və Cəllənin əzəmətini düşünməlidir ki, sən kimin qabağında əyilmisən və nə deyirsən? Biz keçən dəfəm yadınıza gəlirsə, zikr edəndə dedik ki, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisində gəlir, yəni aləmlərin Rəbbi haqqında Allah subhanahu taala nə deyir? Başınızın üzərində 7 qat səmanın olması və bizə ən yaxın göyün ulduzlarla bəzəməsi. Baxın, yəni bunu insan təsəvvür eləməlidir. Allah Azza və Cəllə görün kimdir? Yəni bir məsəl üçün, baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail əleyhissalamı bir dənə hələm Allahın yaratdığı əzəmətli bir mələyi görür, öz formasında. Qorxusundan qaçır evə. Deyir, məni bürüyün. Səmanı, üfüqü, bir qanadı, 600 qanadı var idi, deyir, bir qanadı üfüqü bürümüşdü. Yəni göyün üzünü bürümüşdü. Yəni insan, yəni belə deyək, insan fobiyası deyək, yəni belə bir anlaşım var ki, özü misal üçün baxırsınız, Allah Subhanahu taalanın hikmətinə baxın. Qarışqa yerdə gəzir, onun böyründə ondan böyük bir məxluq gəzir, insan gəzir belə. Qarışqa, o birisi həşəratlar. Yəni onlar sənin görüb təsirlənmirlər. Görsən öz belə, yəni öz tərzi ilə gəzir. Örümçək, sən onun böyründə bəlkə də o addımlarının səsi, məsəl üçün bir böyründən bir yekə bir məxluq keçsə sənin, görsən, nə cür şeylərsən. Məsələn, görsən ki, bir 16 mərtəbə boyda böyründən bir məxluq keçir. Onun addımının səsləri, icadı səni nə qədər vahiməyə salar. Gör, Allah Subhanahu taala bir qarışqanı nə qədər rahat yaradıbdır ki, qarışqa gəlir hələm sənin başına da çıxır. Yəni, ona bir narahatçılıq yaratmır ki, bu da məxluqdur da, bunu da Allah yaradı. Prosta məndən bir yekədir. Amma gör, insan özündən böyük bir şey görəndə qorxuya düşür. Allah Resulü sallallahu aleyhi ve sellem Cəbrail aleyhissalamı öz yəni, yaradılış cismində görəndə qorxur. Bu kimdir? Yəni, bu Allah Subhanahu taalanın yaratdığı bir mələkdir. Siz baxın, günəş nə boydadır? Ay nə boydadır? Yaxşı, günəş ulduzlara nisbətdə nə boydadır? Yaxşı, o ulduzlar ümumiyyətlə səmaya nisbətən nə boydadır? Bunların hamısını təsəvvür etmək üçün Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, birinci səma içindəkilərlə birlikdə ikinci səmaya nisbətən bir dənə deyir, səhraya atılmış üzük, halqa kimidir. Get, axtar, tap görüm. Yəni, biz səhranın ortasında sağ bir dənə üzük atsalar, tapa bilərsən onu. Yəni, içindəkilərlə birlikdə bizə əzəmətli gələn o günəş, ay, hansı ki biz ona baxa bilmir ya. Bunlar hamısı birinci səmada olar, hamısı ikinci səmaya nisbətən bir dənə halqadır. Və bu 2 də 3-ə nisbətən belədir. 3 də 4-ə, 4 də 5-ə, 5 də 6-ya, 6 da 7-yə. Yəni sən gör, ittin, batdın da yoxsan. Heç nöqtə də deyilsən sən. Və buna deyir, Allah Subhanahu deyir ki, "Vasiya kursiyuhu semawati vel ard." Onun kürsüsü yerləri və göyləri əhatə edir. Deyirlər ki, 7 qat səma bütün böyüklüyü ilə Allah Subhanahu kürsüsünün yanında bir səhraya atılan halqanın hökmündədir. Və sonra dəniz gəlir və sonra ərş gəlir. Allah Subhanahu deyir ki, "Və ərshihu alal ma." Və onun ərşi suyun üzərindədir. Və ərşi daşıyan mələklər görün nə boydadır. Ərşi daşıyan mələklər ayaqları yerdə, boyunları isə ərşə söykəndiyi halda Allah Azza və Cəllənin deyirlər ki, وَمَا قَدَرُ اللّٰهِ حَقَّ قَدْرِ Ey Rəbbimiz, biz sənə haqqı ilə dəyər verə bilmədik. Və onlar yeryüzündə olan insanların Allaha qoşduğu şərikləri, bu kimi şeyləri görürlər və Allah Azza və Cəllə deyirlər ki, yəni, həqiqətən də məxluqat Allaha haqqı ilə deyir, yəni nə deyir, dəyərləndirə bilmədi, təzim edə bilmədi. Ona görə də insan rukuya getdiyi zaman yəni Subhanə Rabbiyəl Azim deyəndə
bunları düşünməlidir. Əzəmətli Rəbbimiz pak və müqəddəsdir. Və sonra rukudan belini qaldırdığı zaman nə deyir? Səmi'allahu limən həmidəhu. Yəni, Allah ona həmd edənləri eşitdi. Həmd edəni eşidir. Və sonra dalınca nə deyir? Rabbənə və ləkəl həmd. Ey Rəbbimiz, həqiqətən də həmd sənə məxsusdur. Həmd sənə məxsusdur. Və sonra da deməli, namazın ən əfsəl olan hərəkəti gəlir. O da nədir? Qulun aləmlərin Rəbbinin qarşısında zəlilliyini bildirən səcdə. Hansı ki, bütün əzaların Allah Subhanahu taala tərəfindən seçilib və qul üçün əmr etdiyi səcdə formasıdır. Yəni, insan səcdəyə qapandığı zaman özünün ən uca olan alnını Allah Subhanahu taalanın qarşısında yerə qoyaraq Allah Subhanahu taalanın əzəmətliyini bildirir. Deyir ki, Subhana Rabbiyəl A'la. Necə ki, Allah Subhanahu taala deyir ki, Səbbih ismə Rabbikəl A'la. Nə deyir? Səbbih ismə Rabbikəl A'la. Rəbbinin adını, uca olan Rəbbinin adını şəninə təriflərdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, İc'aluhə fi sucudikum. Yəni, bunu da səcdələrinizdə deyin. Və insan özünün ən uca olan, ən hörmətli olan alnını, hansı ki, insan bəzən görürsən ki, kiməsə desən ki, yəni kimisə qabağında səcdə elə, nə görə ağır gələrdi adama. Mən alnımı yerə qoyum filan kəsin. Amma aləmlərin Rəbbinin qabağında insan alnını yerə qoyur və aləmlərin Rəbbinə təriflər deyir. Və görürsünüz ki, həqiqətən də namazda bu hərəkət digər hərəkətlərdən fərqli olaraq 2 dəfə məmur olunubdur. Yəni, səcdə bir rükətdə neçə dənədir? 2 dənədir. Bu da həmən o səcdənin önəmli olmasını bildirir. Və baxın, Allah Subhanahu taalanın görün ədalətinə, görün Allahın lütfüne. Bakın Allah Azze ve Celle o boyda, yani bakın qüdrəti var, əzəməti var. Yəni Allah Subhanahu taala istəsə, yəni quluna o dəyəri verməz də. Deyər ki, yəni mən yaratmamışam yəni. Yəni onu mən yaratmamışam. Qoy elə o cür deməyə yaxınlaşsın, borcudur. Allah Azze ve Celle görün nə qədər təvazökar. Yəni, bir nəfər bizdən dünyavi bir padşahın nəyisə olanda, biraz pulu, biraz görsən vəzifəsi, nə olur? Görürsən ki, insan başlayır, yerə gözə sığmır. Hər şeyin sahibi özünü elə bir hesab edir. Baxın, aləmlərin Rəbbi hər şeyin sahibi olduğu halda deyir, qulumun Allaha ən yaxın olan hissəsidir. Allah Azze ve Celle quluna orada o qədər dəyər verir ki, qulu ona səcdə eləyəndə Allah Subhanahu taala qulunun ona ən yaxın olan hissəsi deyir. Ən yaxın olan hissə. Yəni sən dünyavi bir padşahlara ən yaxın olan anın hava ola bilər. Ən yaxın olan, bax deyirsən filankəsin ən yaxın adamıdır. Yəni ona dediyi sözlər var. Məsəl üçün deyirlər, hətta bizən dünyavi bir məsələdə filankəs məsəl üçün filan başçının şoferidir. Yaxın adamıdır. Düzdür? Yəni istədiyi an o sözünü deyə bilər də. Qulun Allah aləmlərin Rəbbinə ən yaxın olan andır. Allah Azze ve Celle'yə yəni həmən vaxt ən yaxın olan vaxtıdır. Və bundan sonra nə gəlir? Təşəhhüd gəlir. Təşəhhüddə də deməli ümumiyyətcə ləfzləri qardaşlar çalışıb öyrənmək lazımdır. O nə deməkdir? Çünki biz bununla aləmlərin Rəbbinə yaxınlaşırıq. Və bu da bizim üçün bir neymətdir ki, məsələn, belə bir dərslər keçirilir. Həqiqətən də yəni Allah tərəfindən böyük bir neymətdir. Ona görə faydalanmaq lazımdır. Təhiyyə nə deməkdir? Təhiyyə sözünün mənasında alimlər müxtəlif rəylər gətiriblər. Yəni, ixtilaf var. Yəni, təhiyyə sözünün nə deməkdir? Ümumiyyətcə,
təzim deməkdir. Yəni, baxın, insanlar bir kəsi salamlamaqdan ötəri, ona təzim etməkdən ötəri ən gözəl sözləri yıxsan bir yerə, bax, bütün gözəl bir nəfəri tərifləməkdən ötəri ən gözəl ləfsləri yıxsan ortalığa, təhiyyə sözü ona əvəz eləyir. Yəni, sən deyirsən ki, ət-təhiyyətu lilləhi. Yəni, ət-təhiyyə, yəni, lilləhi, aləmlərin Rəbbinə məxsusdur. Nə deməkdir bu? Yəni, bütün təzimlər, bütün təriflər, bütün salamlar, ən gözəl formada olan təzim və salamlar aləmlərin Rəbbi olan Allaha məxsusdur. Sən bunu yəni, nə edirsə, təşəhhüddə onu deyirsən. Və-salavatu, yəni bütün namazlar və bütün nafiləsi olsun, fərzləri olsun, hamısı aləmlərin Rəbbinə məxsusdur. Və-tayyibət, bütün yaxşı şeylər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hədisdə, Allah deyir, gözəldir və gözəl olanı deyir, qəbul edər. Yalnız gözəl olanı qəbul edər. Və tayyibət, bütün gözəlliklər aləmlərin Rəbbinə məxsusdur. Ən gözəl əxlaq, ən gözəl hədiyyə, ən gözəl adlar, ən gözəl sifətlər, hər şeyin gözəli aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ona görə də bəzən görürsən ki, qardaşlar, bir nəfərin evinə qonaq gələndə, neyniyir? Çalışır, ən gözəl təam hazırlasın, ən gözəl bir forma, bir nəsə hazırlasın ki, qonaq ondan razı geçsin. Bu, bəşər olaraq insanın nə idi? Xasiyyətidir ki, qonağına ikram etsin. Və hətta gedəndə də bir paypürüş qoyur, hədiyyə qoyur ki, qonaq qoy, yəni hər ən öz urfuna görə də, qonaq qoy razı geçsin, yəni bizdən narazı qalmasın. Baxın, ət-tayyibətu lilləh. Yəni, ən gözəl, hər şeyin gözəli aləmlərin Rəbbinə məxsusdur deyəndə, yəni insan məscidə gedəndə, zikr məclisinə gedəndə düşünsün ki, elə ən gözəl hədiyyəni vallahi aləmlərin Rəbbi verir. Yəni, sən aləmlərin Rəbbinin zikr etmək üçün evindən çıxmısansa, yəni məxluq sana nə verəcəkdir ki? Ya yiyəcək, ya içəcək, hər hansı bir şey verəcək ki, o fani olan bir şeydir. Sonra batıb çıxıb gedəcəkdir. Allah razı olsun. Yəni, baxırsan ki, aləmlərin Rəbbinin hədiyyəsi nədir daimdir? Nələr hazırlayıbdır? Nə cür səni buradan yəni, evinə göndərir? Ona görə insan bunların hamısını niyyət eləməlidir. Dərsə gələndə niyyət etməlidir. Mən Rəbbimin qonağıyam. Zikr məclisinə gedirəm. Allah Azza və Cəllənin qonağı olacam. Rəbbim məni oradan hansı ikramlardan göndərəcək. Çünki əkraminin yanı zikrinə gelsin. Bunlar hamısı insanın addımlarının savablarına, dərsdə oturdanda əcrinin artmasına, hamısına səbəbdir, qardaşlar. Bu şeyləri düşünmək. Və necə ki, namazda Allah Azza və Cəllənin göylərdə və yerdə bütün təriflərə layiq olan aləmlərin Rəbbini tərifindən sonra yer üzünə qədəm qoyan məxluqatların ən şərəflisinə sonra Allah Subhanahu salam verməyə əmr edir. Və sonra deyir ki, Əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkətuhu. Yəni, ey Allahın Rəsulu, sənə Allahın salamı və salavatı və bərəkəti üzərinə olsun. Sonra nə deyirsən? Peyğəmbər sallallahu aleyhi və səlləmi salamladıqdan sonra deyirsən, Səlamu aleynə və alə ibadilləhi salihin. Yəni, bizim üzərimizə və Allahın salih qulları üzərinə nə olsun? Salam olsun. Sonra nə deyirsən?
Və bu da, yəni, salam olsun, sən onları bir-bir salamlayırsan. Necə Allah spontanan təzim etdin, salamladın, sonra Peyğəmbəri və sonra kimləri? Salihləri. Görün, tərtibə baxın və salihlərin içində özünü də salamlamış olursan. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellemin ardınca gedənlərdən sayılırsan. Və sonra nə deyirsən? Allah azze və cəllənin tövhidinə şəhadət gətirsən. Əşhədu ən la ilahə illallah vahdehu la şərikə ləh və əşhədu ənə Muhammədən əbduhu və rasuluhu sallallahu aleyhi və səlləm. Yəni sonra Allah azze və cəllənin təkliyinə şəhadət gətirirsən ki, ondan başqa ibadətə haqqı olan məbud yoxdur və Muhammed də sallallahu aleyhi və səlləm onun qulu və rəsuludur və şəhadət məsələsi ümumiyyətlə qardaşlar. Baxırsınız, Allah subhanahu namazın neçə yerində tövhidi bizə zikr edir. Neçə yerində. Başdan tutmuş, Allahu akbar rükuya getmək, Allahu akbar qalxmaq, təhiyyə, şəhadət. Bunlar hamısı tövhiddir. Allahın təzimdir. Yəni, hər yerdə Allahın təkliyini bildirən bir işarələrdir, amillərdir, əlamətlərdir. Və baxırsan ki, burada şəhadəti də yenə Allah subhanahu sənə burada yenə xatırladır. Bilirsiniz də qardaşlar, ümumiyyətcə şəhadət bu məsələ böyük bir özü bir dərsdir. Sadəcə olaraq, yəni qısa olaraq bir şey xatırladım. Bəzən dəvətdə bizim elə bir özümüzün də xata elədiyimiz məsələlər var. Görürsən, insanlara nə edirik? Ancaq niyə namaz qılmırsan? Qardaş ki, namaza da. Elə sanki eləmişik ki, güya bu qabaqdakı adam böyük bir adamdır. Namaz da kiçik bir şeydir. 5 dəqiqə vaxt tapar. Niyə bunu eləmirsən? Əgər namaz qıl, niyə namaz qılmırsan? Hətta belə baxırsan ki, qardaş, namaz belə bir şey deyil. Namazı insan əda etməkdən ötəri bizə nə lazımdır? İnsanın Rəbbini haqqı ilə tanımasıdır. Baxın, bu elə belə deyil ha. Allah Subhanahu şəriəti elə belə qoymuyubdur ki, İslamın birinci ərkanı şəhadətdir. Ondan sonra gəlir namaz, zəkat, həc. Niyə? Baxın qardaşlar, insanın şəhadəti düz olmasa, başqa ibadətlərin heç biri ondan qəbul deyil. Batildir. Qıldığı namazda, tutduğu oruçda, getdiyi həcdə, verdiyi zəkatda mərduddur, qəbul deyil. Niyə? La ilahə illallahı insan düzgün anlamasa, Allaha şərik qoşsa, onun hansı əməl qəbul edəcək? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Allah subhanahu nə deyir? Ləin əşraqtə, əgər Allaha şərik qoşsan, ləyəhbitənnə əməli. Əməlin puç olacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ya. Sallallahu aleyhi və səlləm. Yəni yerdə qalanlar minbəb-lə ölədə. Yəni o birilərdən heç danışmağa ehtiyac yoxdur. Yəni şirk varsa, insan şəhadəti düzgün başa düşmədisə, yəni insanın namazı da yoxdur, orucu da yoxdur və ümumiyyətcə insan şəhadəti bilməyəndən sonra heç o namazı nə tər qılacaqdır, heç özü də bilmir. Bir günlərin bir günlə namaz onun üçün gözündə kiçikləşib və sonra heç namazı tərk edəcək. Amma insan la ilahə illallah məsələsini haqqı ilə başa düşərsə və Muhammedən Rasulullah sözünü başa düşərsə, bu da nədir? İnsan Allah subhanahu etdiyi ibadətləri Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə müvafiq olaraq etməlidir. Əks halda əməl puçdur, yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Mən əhdəsə fi əmrinə həzə mə leysə minhu fəhuvə raddun. Kim bizim bu işdə, gətirdiyimiz şəriətdə etmədiyimiz, demədiyimiz şey edərsə, ondan qəbul olunmaz, rədd olar. Bu şəhadət hər yerdə gedir. Namaz qılanda da səndəndir, oruç tutanda da, deməli, Allah üçün namaz qılmalısan, Peyğəmbər sallallahu aleyhi ve sellemin qıldığı kimi qılmalısan, əks halda Allah üçün etməsən, namaz batildir, bidət eləsən, bidət üzərində qursan, mərduddur, qəbul deyil, oruçda da, zəkatda da, həcdə də və bütün əməllərdə şəhadət səndəndir. Ona görə də Allah subhanahu sənə bunu xatırladır bir də. Əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammədən abduhu və rasuluhu. Və təşəhhüdün əsl hissəsi buradır. Təşəhhüdün hissəsi buradır. Hansı ki, alimlər deyirlər ki, birinci təşəhhüd bura qədər deyilməlidir namazda. Bəzi alimlər gətirirlər ki, axıra qədər deyilməlidir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmə
son salavat gətirib İbrahimiyyə, salam İbrahimiyyə deyirlər ona. Və bu təşəhhüdün formaları hansı sahabədən nə cür varid olubdursa, o sahabənin adı ilə də adlandırılır. İbn Məsudun təşəhhüdü, o bizim falan başqa sahabənin təşəhhüdü və bunların təşəhhüdü sahabələrin adlarına görə zikr olunur. Hansı sahabədən, hansı varid olubdursa, ona da nisbət olunur. Və görürsən ki, təşəhhüddən, deməli, o hissədən sonra nə gəlir? Peyğəmbər sallallahu aleyhi və səlləmə salam gəlir. Sonra nə deyirsən? Selamu aleykə eyyuhən nəbiyyü və rəhmətullahi barakatuhu. Selamu aleynə və alə ibadillahi salihin. Əşhədu ən la ilahe illallah vahdahu la şərikə lə. Əşhədu ennə Muhammeden abduhu və rasuluhu. Allahumma salli alə Muhammedin və alə ali Muhammed kəmə salleytə alə İbrahimə və alə ali İbrahim. Deməli, nə deyirsən? Allahım Peyğəmbərimiz Muhammedə sallallahu aleyhi ve sellemə onun əshabına, çünki o əli Muhammed deyəndə, əli Muhammed orada nə tərtib olunur? O sözün mənalarında ailəsi də və həmçinin də onun ardınca gedənlər. Yəni, bura sahabələr də daxildir, qiyamətə qədər onun sünnəsinə ittiba edən insanlar, hamısı onun içine daxildir. Aydın oldu. Yəni, deməli, Peyğəmbər sallallahu aleyhi ve sellemə salavat gətiririk. Necə? Ona, ailəsinə, əshabına, ey Rəbbim, salam ver. Yəni, Allahın da salamı nədir? Onun üçün onu Mələul Ə'lədə tərifləməsidir. Çünki deməli, Allah Subhanahu taala nə deyir? Quran-ı Kərimdə İnna Allaha və mələikətəhu yusalluna alən-nəbi. Həqiqətən də Allah və mələklər Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər, siz də salavat gətirin. Nə deməkdir ki o? Allahın salavatı nədir? Mələklərinki nədir və bizimki nədir? Allah Azza və Cəllənin bir Peyğəmbər üçün ya və yaxud da quluna salamı nədir? Salavatı nədir? Onu uca məqamda neynəməsidir? Zikr etməsidir. Mələklərin salavatı nədir? Onun üçün bağışlanma diləməsidir. Və insanların da Peyğəmbər sallallahu aleyhi ve sellemə olan salavatı nədir? Onun üçün dua etməsidir. Aydın oldu. Burada Allahdan istəyirsənsə, deməli Allahdan, Allah qatında Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin onun ailəsini, əshabını və qiyamətə qədər onun dalınca gedənlərə Allahdan deyirsən ki, uca məqamda onları tərifləsin və məqamlarını artırsın. Necə ki, İbrahimi və onun ailəsini neynədiyin kimi, təriflədiyin kimi, uzatdığın kimi. Və sonra deyirsən ki, وَبَارِكَ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ. Və necə ki, İbrahimi və onun ailəsini bərəkətləndirmisənsə, Peyğəmbər sallallahu aleyhi ve səlləmin də, onun ailəsini də və sahabələrini də və qiyamətə qədər onun ardınca gedənlərə də bərəkət ver. Allahın da bərəkətinin hasıl olması nədir? Yəni, onların savablarının artması da bərəkətə daxildir. Qiyamətə qədər adlarının ucalması da bərəkətə daxildir. Allah Azza və Cəllə bir ümmətə bərəkət verərsə, onların iffətini, yəni onların heybətini, onların imanlarını, dərəcəsini və sayını, bunlar hamısı onun içine daxildir. Və sonra nə gəlir? Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə öyrətdiyi dualardır. Necə səcdədir, rukudur, təşəhhüddür. Burada müxtəlif dualar gəlib də Peyğəmbər sallallahu aleyhi və səlləmdən çalışım onları öyrənmək lazımdır ki, namazda Allahı çox zikr edək. Çünki münafiqlərin əlamətlərindən biriləri nədir? وَلَا يَذْكُرُونَ اللّٰهَ إِلَّا قَلِيلًا. Yəni onlar Rəblərini az zikr edərlər. Münafiqlərin əlamətlərindəndir. Ağır gəlir, xoşlamırlar, tez namazı bitirmək istəyirlər.
Namazda Allah'a az zikr. Ona görə bu sifətlərdən xali olmaqdan ötəri insan namazını əlavə zikirlərlə, dualarla bəzəməlidir. Əgər bu dualar Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində varid olan dualardırsa, nə gözəl. Yoxdursa, nədir? İnsan başqa cür, yəni əgər onun ərəb dili yoxdursa, başqa hifzi zəifdirsə, müxtəlif öz duaları ilə də edə bilər öz dilində. Və Allah Resulü sallallahu aleyhi və səlləm örgətdiyi dua nədir? Sığınmalardır. Allahümmə inni əuzu bikə nətərdir? Necə başlayır orada? Allahümmə inni əuzu bikə min əzəbil cəhənnəm. Deməli, hardan böyükdən gəlirsən. Ey Rəbbim, cəhənnəmin əzabından sənə sığınıram. Və cəhənnəmin əzabını insan cəhənnəm haqqında məlumatları ən azından düşünməlidir. Və min əzəbil qabr. Və qəbrin əzabından. İnsan düşünməlidir ki, yəni qəbrin əzabından. Bax, qəbrin əzabını biz görəsi olsaq, necə sığınarıq? Yəni, o şeylər üçün hazırlıq görməlidir. İndi nə qədər ki, ağlımız başımızdadır, o gün üçün sığınmalar eləmək lazımdır. Həqiqi sığınmalar. Sonra nədir? Və min fitnətil məhyə vəl məmət. Fitnətil məhyə nədir? Allah subhanətələ namazda sənə həyatda, yaşadığın vaxtı olan fitnədən Allah'a sığınırsan. Yəni, bu dünyada nə qədər fitnələr var? Fitnələr nədir ümumiyyətcə? Fitnələr bir küləklərdir. Şəhvət və şübhə fitnələri. O qədər indiki vaxtlarımızda o qədər ətrafımızda fitnələr gəzir ki, vallahi biz daha çox Allah'a sığınmalıyıq bu fitnələrdən. Ona görə də İnsan bunları düşünməlidir. Çünki Allah subhanətələ sığınacaq istəmək lazımdır. Bax, o fitnətil məhyə o deməkdir. Yəni, dünyada olan fitnələr. Vəl məmət, insanın ölüm anında olan, nəyi? İnsanın ölüm anında olan fitnəsidir. Və biz keçən dəfəmdə dərsdə qeyd elədik. Deməli, insan İbn Hüseyin Rahimullah deyir ki, insanın ölüm anındakı dəhşətli fitnələri var. Ağlına gəlməyən fitnələr var. Bəzən görür ki, insan deyir, ölüm anında öz atası və anasını görür. Və görür ki, öz anası ölüb və atası ölüb. Bu da ölüm anında çətin vaxtı neynir? Şeytan gəlir anasının, atasının cildində. Deyir, oğul, səndən qabaq mən də bu halları keçmişəm. Və yaxud da ola bilər ən yaxın dostun şəklində gəlsin. Mən də bu şeyləri keçmişəm. Gördüm ki, ən faydalı olan Allah qatında, dərgahında keçərli olan din Yahudiliymiş. Yahudiliyi qəbul elə, oğul, canını qutar. Xristiyanlığı qəbul elə, bütpərəstliyi qəbul elə. Bu kimi şeylərlə insanı aldadır. Və insan əmən anda getdisə getdi. Və sonda nədir? Ən sona görə ölçülür, qardaş. İnsan nə ilə öldüsə, onunla da həşr olunacaqdır. Ona görə, qardaşlar, məsələ ciddi məsələdir. Yəni, elə bir məsələ deyil. Və namazlarımıza nə cür bu halımıza görə, bu günümüz üçün nə cür sığınmağımıza diqqət eləməliyik. Və həmçində insan bilməlidir ki, baxın, insan burada da bir əslində bizə bir işarə var ki, elm tələb etmək lazımdır, qardaşlar. Elm öyrənmək lazımdır. Bu mövzu çox böyük mövzudur. Vallahi yormaq istəmirəm sizi. Amma qısa olaraq, gələn dərsi inşallah buna toxunacağım inşallah. Qısa olaraq bir şey deyim sizə. Allah Azze və Cəllə İbrahim surəsində imanı nəyə bənzədir? Ağaca bənzədir. Yəni, la ilahe illallah kəlməsini Allah subhanətələ ağaca bənzədir. Və Allah subhanətələ bizə iman verəndə elə bir ki, bir ştil olar, ştil. Yerə təzə batılmış bir ağac olur, kök atmamış. Qələmə çalırlar, belə.
Neynirsən o? Ağacı bastıran kimi gedib evdə yatırsan, meyvə gözləyirsən? Yoxsa onun böyrünə bir taxta vurursan, ya dəmir vurursan, onu ona iplə sarıyırsan ki, külək onu aşırtmasın. Tez-tez onun qırağına neynirsən? Peyin tökürsən, nə bilim su tökürsən vaxtında, ona qulluq eləyirsən ki, o neynəsin? O kök atsın. Çünki sən bilirsən ki, o kök atandan sonra onu heç bir külək tərpədə bilməyəcək. Lap belə gələr, nə boyda fırtına olsun ki, o fırtına da gəlir, bina da tərpədər da. Yəni, nə qədər fırtına olsun ki, ağac, amma belə yüngül küləklər o ağaca təsir etməyəcək. Bax, imanın misalı odur, qardaşlar. İnsan Allah Subhanahu ilk verdiyi şəhadət var ha, mücməl iman var ha. La ilahe illallah Muhammeden Rasulullah həmən şitilə bənzəyir. İbn Teymiyyə rahimehullah bunu Kitabul İmanda gətirir. Mən bilən Azərbaycan dilində onu tərcümə ediblər. Oxumaq lazımdır, qardaşlar. Deməli, bax, o ağacın, o şitinin yeməyi, içməyi, su olduğu kimi, peyin olduğu kimi, böyründəki dirək, dəmir, ağac bastırıb ona xidmət etdiyin kimi, imanının da xidməti, qidası elmdir. Ətrafında o böyrünə bastırdığın taxta dəmir, möminlərin elm əhlinin ətrafında olmağındır. Səni gücləndirən, ayaqda saxlayan budur. Cəmaatda olmağındır. İnsan bunun üstündə işləməlidir, qardaşlar. Niyə? Əsl səbəb nədir ki, yəni? Əgər insan bax bu imanınla kifayətlənsə, Allah ona verdiyi kifayət, bununla. Mən də müsəlmanam da, əlhəmdülillah. Allaha qurban olum, Peyğəmbərə qurban olum. Məsələ bitdi. Məsələ bitdi desə, əgər günlərin bir günündə Allah Subhanahu taala onu imtihana çəkib, şəhvət və şübhələrlə, hər hansı bir şeylə imtihana çəkəsi olsa, qaça-qaça əylənlərdən biri olacaq. Görürsünüz, bugünkü gün Eşat Mirin nə qədər insanlar azdırıbdır. Səbəb nədir ki? Allaha qurban olum da hamısı deyənlərdir. Yəni, elm yoxdur. İmanları ilə məşğul olmayan insanlardır. Kim nə deyir, onu götürürlər. Amma gəlin görüm Eşat Miri, möhkəm, mütərəssix, böyük bir elm tələbəsini, elmdə möhkəm olan bir kəsə azdıra bilər. Allah Azza və Cəllənin izni azdıra bilməz. Çünki Rəbbinə o möhkəm əqidəsi var, imanı var. Və son olaraq dərsi çox uzatmayayım, qardaşlar. Yəni, bu anı nəyə görə gətirirəm, qardaşlar? İnsanın ölüm anında, ən zəif olan və şeytanın da ən güclü olan vaxtıdır. Həmən an üçün insan bax bu dünyada elm tələb etməlidir. Yəni, kimsə bacarırsa ərəb dili bacarmırsa, bax bu dərslər var, elm tələbələrin dərsləri var, silsilə dərslər var, qulaq as, oxu, əməl elə. O içəndə məlumatlar, bilgilər olsun. Əməl elə, imanını ən azından gücləndirginə ki, həmən an, ölüm anı gələndə qardaş, sənə şeytan hər atdığı fikir sənin üçün yeni fikir olmasın. Sənin elmin olsun. Allah Subhanahu ona qədər istə, sabitçilik istə ki, Allah Subhanahu izni ilə nə olasan, həmən an sabit ola biləsən. Və inşallah burada dayanaq və namazın da sonu nə idi? Sonu da təşəhhüddən sonra salamlardır və salam da namazın bitməsini bildirir və bəziləri də gətirirlər ki, rəvayətlər ki, yəni sağda sola oturan mələklərə salamdır. Onun da yəni əsli sağla namaz bitir, sol isə müstəhəbdir. Bəzi məzhəb alimlərinə görə hər ikisi sağa və sola da salam vermək nədir? Vacibdir. Və doğrusunu Allah bilir. Burada inşallah dayanırıq. Rəbbim bizi müvəffəq etsin. Allah Subhanahu taala'dan qarşısında Rəbbim bizi razı qaldığı namazla Rəbbimizə ibadət etməyi Rəbbim bizə müvəffəq etsin. Allah Azza və Cəllə bizdən qəbul edəcək. Qiyamət günü qəbirdə və əməl dəftərimizdə bizi görəndə bizi sevindirəcək Allah Subhanahu taala namazlar əta eləsin bizə. Eşidib əməl etməyə nəsib eləsin, qardaşlar. Elə bizim də qəsdimiz odur ki, qardaşlar, Allah bərəkət versin. Nə qədər insanlar kimə çatsa, kim namazını cüziyyət də olsa düzəltsə, Allah Subhanahu taala istəsə bizim üçün də orada əcrlər var. Və Allah Subhanahu taala istəyir ki, Rəbbim bizim övladlarımızı, yaxınlarımızı islah etsin, tərbiyə etsin. Allah Azza və Cəllə onları salihlərdən etsin. Ümmət üçün faydalı qullardan etsin. Çünki necə ki, Kəhf surəsində o uçan hasarın altında Allah Subhanahu taala yetim uşaqlar üçün azuqə saxlayır.
Musa aleyhissalamla Xıdır aleyhissalam gedəndə hasar uçur və Musa aleyhissalam sonunda soruşanda ki, yəni sən niyə o hasarı düzəltdin? Axı o hasar uçurdu deyir, onun altında 2 yetimə məxsus olan xəzinə var idi. Allah Subhanahu əmr etdi ki, onlar böyüyənə qədər onların xəzinəsini qoruyaq, saxlayaq və sonra nə deyir? Və kana abuhuma salihə. Onların babaları salih kişilər idi. Onların babalarının salih olmasına görə Allah onların övladlarını, nəvələrini, ruzilərinə belə qoruyurdu. Ona görə biz salih olsaq, vallahi o qədər institut oxuyub sonunda fasik olan insanlar var. İnstitut oxumaq əsla xoşbəxt olmaq demək deyil. O demək deyil ki, insan savadsız olmalıdır. Amma xoşbəxtçiliyi onda görmək deyil. Bəzi insan deyir ki, oxutmadın uşağına, nə bədbəxt insan, neyniyəcək o uşaq? Neyniyəcək? Bu uşaq bədbəxt oldu. Yox, o qədər elə oxuyub bədbəxt olan var ki, narkoman var ki, fuhuş işlə məşğul olan var ki, xoşbəxtçiliyi institutda olsaydı, Peyğəmbər sallallahu aleyhi ve sellem vallahi ən böyük Allahın izni ilə institut açdırardı. Elm labüddür, lazımdır, mütləqdir, amma əsla xoşbəxtçiliyin əsla orası demək deyil. Ona görə biz salih olmalıyıq, Rəbbim bizim özümüzü, övladlarımızı da qoruyacaqdır. Ona görə Allahdan istəyək ki, Rəbbim bizi əff etsin ki, bizim övladlarımızı da salihlərdən eləsin, ümmət üçün, özümüz üçün, dövlətimiz üçün, vətənimiz üçün faydalı, salih, gözəl övladlardan eləsin və də olsun Allah bilir. Subhanakallahumma Rabbena və bihamdik. Nəşhədu an la ilahə illə ənt, nəstəğfirullah və nətubu ileyh. Amin.